Bugün danışacağımız mövzu UX/UI dizaynda konsepsiyalar və fərqlərdir. Bu tam olaraq söhbət necə bir konsepsiya və fərqdən gedir? Dostlar, bu UX/UI dizayn elə bir sahədir ki, yəni təbii ki, biz bunu anlayırıq. Hazırda bu dəqiqə biz bunu anladığımız tərəf daha çox işin digital tərəfdir, digital tərəfidir. Və bəlkə də bizə burdan yaranan həvəs də əslində bəlkə digital tərəfdir. Lakin bir sahəyə başlamadan əvvəl, özəlliklə dizayn sahəsinə başlamadan əvvəl, bu işdəki təməl həddindən çox vacibdir. Yəni, biz bəlkə də bunu indiki görünən vəziyyətdə hər hansı bir mobil tətbiq, veb-sayt üzərindən və s. görürük. Lakin burada bir təməl bölgüləri var, hansı ki, bu ehtiyacı bizə verib, UX/UI ehtiyacını bizə öyrətməkdə bizə bir ehtiyac yaradıb ki, biz bunu öyrənməliyik və bunu inkişaf etdirməliyik. Birinci bunu bilmək lazımdır. Biz bunu çox mükəmməl və dərin şəkildə bilməliyik ki, bu ehtiyac necə formalaşıb, yəni bu user experience necə formalaşıb və biz bunu necə tətbiq edirik və niyə tətbiq eləməliyik? UX/UI dizayn özü ikisi ayrılıqda, istifadə təcrübəsi və istifadəçi interfeysi dizayn ikisi ayrılıqda bir dünyalardır və o dünyaları birləşdirib, bir-birinə inteqrasiya eləyib, bir dizayn halına gətirib və biz bunu istifadəçilərə ötürməyə çalışırıq. Və ümumilikdə bəs bu adına UX/UI dizayn dediyimiz şey nədir? Hər hansı bir mobil tətbiqi, təbii ki, yəni veb-sayt, tətbiq və hansı ki, hər hansı bir məhsul var, bu məhsullar insanlar tərəfindən qarşılıqlı əlaqədə olur, istifadə olunur. Bu insanlar üçün necə işləndiyini, necə göründüyünü tənzimləmək üçün bu iki əsas kateqoriyadır. Yəni, bizim yaratdığımız məhsullar istifadəçiləri necə yönləndirilməsini istəyiriksə, ona uyğun yaradırıq. Baxın, istifadəçilərin ehtiyaclarına görə və istifadəçiləri necə yönləndirmək istəyiriksə, istifadəçilərin artıq müəyyən bir istifadəçilərin psixologiyasına bələdik, onların ehtiyaclarına bələdik və artıq bilirik ki, bizim əlimizdə belə bir istifadəçi qrupu var və biz artıq bilirik ki, bu məhsulları biz bu istifadəçilərə necə təqdim eləməliyik. Yəni, bu hər hansı bir şey ola bilər. Yəni, dediyim kimi, insanların istifadə eləyə bildiyi, insanların qarşılıqlı əlaqədə olduğu, digital olan və yaxud olmayan hər hansı bir qarşılıqlı əlaqədə interaktiv bir məhsulda bunu tətbiq eləyə bilərik. Bu əldə tutula bilən hər hansı bir məhsul da ola bilər, digital bir məhsul istifadə ola bilər, tətbiqdə də ola bilər və yaxud mətbəxdə də ola bilər. Fərqi yoxdur, ola bilər, məişət əşyalarında və s. də ola bilər. Yəni, insan mərkəzli bir dizayn növüdür UX/UI dizayn. İnsanları izləyən, insanlar üçün məhsullar çıxaran və insanların həyatını asanlaşdıran bir prosesin bir parçasıdır UX/UI dizayn. Dostlar, belə bir nümunə üzərindən gedək. Baxın, indi bizim ağlımıza desək ki, məsələn üçün bizim ağlımıza bir dəqiqə bir kompüter gətirək. İndiki halda sözün əsl mənasında indi bu dəqiqə biz ağlımıza bir kompüter gətirmək istəsək, yəqin ki, bu sağ tərəfindəki olan kompüteri biz ağlımıza gətirərik və sol tərəf kompüteri biz ağlımıza gətirməliyik böyük ehtimal və yaxud buna bənzər ola biləcək, daha iri, buna bənzər ola biləcək köhnə tipli kompüterlər yəqin gətirməyəcək ağlımıza və s. Biz nisbətən bu tip daha müasir texnologiya sahib olan kompüterləri gətirəcək ağlımıza. UX/UI dizaynın əslində məğzi bundan ibarətdir. Baxın, keçmişdə hər hansı bir ehtiyaclara görə dizayn edilmiş məhsullar bu tipli məhsullar idi. İndi bu məhsulların hazırda sata bilməməsi üçün, yəni satıla bilməməsi səbəbi və bu məhsullar daha çox üstün tapılması üçün çox normaldır ki, artıq bizim ehtiyaclarımızı bu kompüter qarşılaya bilir. Bu kompüter bizim ehtiyaclarımızı artıq qarşılaya bilmir. Baxın, insanlar inkişaf etdikcə texnologiya da ondan bərabər inkişaf edir. Amma baxın, burada biz bunu belə qaçırmamalıyıq. İnsanlar hansı ehtiyaclara görə inkişaf edir? Məsələn üçün, belə deyək də, siz telefonla, illər əvvəl telefonla zəng eləyirdiniz, danışırdınız və s. İndi isə bizim ehtiyacımız var həmin insanı
görərək və danışaraq bunu həll eləməyə, həm görək, həm danışaq və s. Bizə nisbətən telefonla bunu aparmaq çətin idi. İndi isə həmçinin görmək də istəyirik, həm də danış-danışı görmək istəyirik. Bu ehtiyac yaranana görə bir məhsul yanlışı olaraq birdən-birə ixtira olunan məhsulları heç bir ehtiyaca uyğun ixtira olunan məhsullar satmaq və yaxud bunun üzərindən bir texnologiya öyrətmək mümkün deyil. Yəni bizim ağlımıza gələ bilər ki, okey, mən evdən işə uçaraq gedə bilərəm, problem deyil. Amma hazırda bu dəqiqə texnologiya buna imkan verirmi? İmkan verir. Okey, yəni bunu eləyən də oldu. 2 il əvvəl, 3 il əvvəl bunu eləyib, bu texnologiyanı istifadə eləyən oldu. Bəs hazırda biz bunu eləyə bilərikmi? Buna ehtiyacımız varmı? Yəni məsələn, ola bilərmi ki, məsələn üçün mən deyim ki, mən gedirəm işə, balkondan elə taxıram əllərimə uçmaq üçün istifadə edə biləcəyim alətlərimi və yaxud yekə evdə dronum var, girirəm dronun içinə, balkondan gedirəm və s. Yəni belə bir şey indi özünüzü təsəvvür edin, belə bir şey mümkündür. Yəni texniki olaraq dediyim kimi mümkündür, amma ehtiyac olaraq buna hazırda bu dəqiqə uyğunuqmu? Hazırda bu dəqiqə ehtiyac uyğunuqmu? Təbii ki, uyğun deyilik. Ona görə istifadəçi ehtiyacları doğru vaxtda tələb olunur, UX tərəfdən tələb olunur və biz bunu qəbul edirik və buna uyğun bir məhsul çıxarırıq. 99, 2000-ci il, 2007, 2008, 2010 və s. və s. Bir başqa bir nümunə, bu bizim köhnə istifadə etdiyimiz Nokia telefonudur ki, solda, sağda isə, indi isə artıq klip çəkilişləri eləyə biləcək, rahatlıqla mükəmməl kameralara ehtiyac ola biləcək, kameralar olacaq telefonları var. Bir çox markaların yüksək pikselli və yaxud yüksək texnologiya sahib olan artıq mobil cihazları var. Biz artıq bu cihazları istifadə eləyirik. Yəni soldakı cihazlar da bizi xoşbəxt eləyirdi. Amma indi niyə bizi xoşbəxt eləmir? Çünki bizim artıq tələblərimiz, istəklərimiz dəyişib. Biz artıq daha interaktiv bir həyatımız var və bu interaktiv həyatımızın daxilində daha fərqli bir ehtiyaclarımız da var. Hazırda bizim ehtiyaclarımızı qarşılaya biləcək cihaz bu cihaz deyil. Okey. Bu cihazı istifadə eləyərkən ki, ehtiyaclarımızı düşünək. Məsələn üçün bizim belə ehtiyacımızı, bu cihazı istifadə edərkən belə bir şey yaranırdımı ağlımızda görəsən? Dediyimi ki, okey, telefon superdir, əladır, zəng eləmək olur, amma kaş bura bir dənə kamera qoysaydılar, bu kamera danış-danışa görərdik. Okey, həmin an o ehtiyac bizdə bəlkə də formalaşmamışdı. Bizdə belə bir ehtiyac yox idi. Amma nisbətən artıq telefonların da istifadə edərkən yaranan ehtiyaclarına əsasən telefonla kameranı birləşdirmək, kamera ilə zəngi birləşdirmək kimi texnologiyaların birləşməsi ilə bizim daha çox mobil cihazı daha interaktiv istifadə eləmək, daha innovativ yönümlü istifadə eləmək ehtiyacları da gətirməyə çıxarır. Və bu mobil cihazlar bizim əslində araşdırmalarımız, istifadəçi araşdırmamız əsasında formalaşır ki, inkişaf edir ki, bax, bizim 2028-ci ildə qədər nə kimi inkişaflar biz fərzi eləyə bilərik. Deyə bilər ki, okey, 2028-ci ildə bax belə bir şey istifadə oluna bilər ki, telefonun qabaq kamerasının yanında daha bir fərqli bir funksiya olsun ki, o hologram effekti versin. Artıq insanları 3D formasında belə kamera vasitəsində, kamera kimi deyil də 3D formasında görə bilək və s. Bəlkə də bu 2028-də yox, deyək ki, 2038-ci ildə, nə bilim 2035-ci ildə və s. olacaq, hansı ki, biz artıq onu bir obyekt kimi görmək istəyəcəyik. Baxın, bu çox real bir şeydir ki, bu ehtiyacları insanlar özləri formalaşdırır. Heç bir şəkildə insanlar istifadə eləmədiyi bir məhsulu istifadə eləmək istəməz təbii ki. Yəni, mən bugün nə məhsul istəyə bilərəm deyə belə bir şey mümkün deyil. Yəni, müəyyən bir stres yaşayırıq, müəyyən bir xoşbəxtlik yaşayırıq, müəyyən bir problem yaşayırıq və s. və s. və s. və s. Bir çox fərqli bir duyğular yaşayırıq və hər bir duyğularımız üçün təcrübələr dəyişir. Hər bir təcrübə dəyişir. Yəni, məsələn, okey, bugün taksiyə mindik, hər şey superdir, əladır, heç bir problem yoxdur. Taksiyə mindik, hər şey yaxşı idi, taksidən düşdüm, proqramı istifadə eləmişdim, taksini çağırmışdım, düşəndə də 5 ulduz verdik və s. Sonra düşdük maşından, işimizin dalınca getdik.
Sabahsı günü, yəni bu taksi haqqında gəlsə soruşsam ki, taksi haqqında fikirlər necə? Də əla, superdir. Burada bir təcrübə dəyişikliyi yoxdur. Sabahsı gün sizə bir zəng gəldi, siz əsəbləşdiniz, daha stres oldunuz, duyğu dəyişimi yaşadınız və s. Bu duyğu dəyişimində artıq sizin dostlar proqramı istifadə edərkən, taksi proqramını istifadə edərkən artıq o duyğu dəyişiminin həmin təcrübəyə də təsiri olur. Siz artıq proqramı daha sürətli istifadə etməyə çalışırsınız, səbriniz olmur, tez bazar gəlməsini istəyirsiniz taksinin və yaxud nə bilim hər şeydən başqa narahat olmağa başlayırsınız, hər şey sizə çox narahat etməyə başlayır və s. Baxın, hər bir istifadəçinin istifadəçilərin duyğularına görə dizayn etməkdir əslində UX UI dizayn. Biz istifadəçilərin duyğularını başa düşürük, istifadəçilərin duyğularına, onların ehtiyaclarına başa düşürük və o ehtiyaclara uyğun dizayn edirik. Okay. Dostlar, belə bir şey var. Heç bir istifadəçi, biz buna insan deməyək, digital yönümlü fikirləşək, istifadəçi, bir məhsul istifadə edən bir istifadəçi deyək. Heç bir istifadəçi bir spesifik olaraq bir məhsul deyil, hər hansı bir ehtiyacı qarşıladığı üçün məhsulun içindəkini bəyənir. Bax, biz buna əmin olmağa çalışmalıyıq. Yəni, siz sosial medianı istifadə edərkən, sosial medianın sizin hər hansı bir ehtiyacınızı örtdüyü üçün əslində o məhsulu bəyənirsiniz. Okay? Yəni, Instagramın çox bomba bir adı var, çox yaxşı bir logosu var, ona görə istifadə edirəm deyə bir şey yoxdur. LinkedIn-in məsələn, nə bilim, çox belə ağır görsənir adı, LinkedIn məsələn, digərlərinə biraz fərqlidir demirik, düzdürmü? Onların xüsusi verdiyi təkliflərini bəyənirik. Və hər birini məsələn buna görə bölürük. Taksi proqramlarını da elə bölürük. Deyirik ki, okay, yeməyə çatdırma proqramlarını da elə bölürük. Bolt Food-u buna görə bölürük. Volt-u buna görə bölürük. Nə bilim, Bolt Food-u da, üzr istəyirəm, Bolt taksi proqramı da, Uber-i də məsələn üçün hər birini buna görə bir tənzimləyirik və onların içindəki xüsusi bir funksiyonallığa görə məhsulu dəyərləndiririk və ona görə tətbiqləri artıq bəyənməyə başlayırıq. Yəni, məhsulun özü bizə maraqlı deyil. İçindəki bizim ehtiyacımızı örtən hissə bizə maraqlıdır. Ona görə biz məhsulun içindəkinə fokus olmağa çalışırıq. Məhsulun içində vermək istədiyimiz hansı ehtiyacı qarşılayırsa, məhsulun içində biz hansı istifadəçinin problemini həll etməyə çalışırıqsa, bunu anlamağa çalışmalıyıq. İstifadə təcrübəsi sizə bunu göstərməyə çalışır ki, biz bir məhsulun özünə fokuslanmırıq, məhsulun içindəkinə fokuslanmağa çalışırıq. Deyirik ki, okay, məhsulun içində biz hansı bir problemi həll edirik, hansı ehtiyacı qarşılayırıq. Okay, dizayn sözünün əsl mənasında bir ehtiyacdır. Necə bir ehtiyacdır? Bayaqları kompüterdə verdiyimiz nümunə kimi. Bax, məsələn, biz nə deyirik? Deyirik ki, yaşamaq üçün bizə nə lazımdır? Yaşamaq üçün. Necə yaşamaq üçün? Yəni, girib içinə yaşamaq üçün nə lazımdır bizə? Okay, mağara ilə ev arasındakı fərq nədir? Bir şəkildə sən orada həyatda qala bilərsən də, düzdürmü? Həyatda qala bilən olub çünki. Yəni, illərlə həyatda qala bilən olub mağarada, düzdürmü? Və sən artıq nə etməyə başlayırsan? Sən nə etməyə çalışırsan? Mağaranı necə inkişaf etdirməyə başlayırsan? Deyirsən ki, okay, biraz elə bil hər kəsin girə bilməmək üçün, görə bilməmək üçün, okay, buna bir qapı tənzimləmək lazımdır, qapı qoymaq lazımdır və yaxud nə bilim, çox səs-küy olmaması üçün və s. Desən ki, okay, daha yaxşı bir vizual görünüş olsun və s. Yəni, ev deyəndə ağlımıza mağara gəlmir, daha çox sağ tərəfdəki ev nümunə gəlir, düzdürmü ağlımıza. Və yaxud nə bilim, bizim bir ehtiyacımız yaranır, düzdürmü, ehtiyacımız və biz bunu böyütməyə inkişaf etdiririk, düzdürmü? Halbuki işləyiş eynidir. Halbuki ikisinin də gördüyü iş eynidir. Yəni, ev mağarayla evin elədiyi şey əslində məntiqən eynidir. Yəni, biri sadəcə daha vizual, mükəmməl görünüşdür və s. Biri isə heç bir şəkildə o mükəmməl görünüş sahibi olmayan, amma eyni işləvi görən
illərlə və bu işləvə sahib ola biləcək mədəniyyətləri istifadə elədiyi bir mağaradır və bunu ev kimi istifadə edə bilər. İndi isə biz sağdakını ev kimi istifadə edirik. Belə bir ehtiyac formalaşdığı üçün biz bunu sağ tərəfdəki versiyaya uyğun gətirmişik. Dizayn yenilikdir. Niyə? Çünki dizayn yenilikdir. Dostlar, illər əvvəl biz dizaynlarda müəyyən bir əslində bir anlam verməyə çalışırdıq dizaynlarda, incəsənətdə və s. İncəsənət təbii ki, yəni bunun bir qolu deyil, lakin biz belə başlamaya çalışırıq da, öz-özümüzü anlamağa çalışırıq ki, okey, dizayn hər hansı bir insanların inkişafında ciddi bir şəkildə hər bir suala cavab verə biləcək bir yenilikdir. Və insanların inkişafında ciddi rol oynayan şeylərdən birisidir. Və insanların vizual perspektivlərində ciddi təsir edən hissələrdən birisidir. Və bunu necə biz aça bilərik? Baxın, belə bir şey var. İndi mən deyək ki, sol tərəfdəki olan dizayna nə olduğunu desəm, okey, biz saatdan oturub müzakirə eləyə bilərik, düzdürmü? Siz də burada məsəl üçün nə ifadə eləməyə çalışır, nə deməyə çalışır və s. burada nə göstərməyə çalışır və s. Bizim artıq bu kimi görünümlərdən nisbətən bizim daha sol tərəfdəki təbii ki, bir incəsənətdir, sağ tərəfdəki isə artıq bir dizayndır, bir istifadəçi təcrübəsi və istifadəçi interfeysi dizaynıdır. Arasındakı fərq budur ki, incəsənət hər hansı bir sualın yaranması üçündür. Dizayn isə hər hansı bir sualı cavablandırmaq üçündür. Yəni yenilikçilik artıq bu cavabın özündə olmalıdır. Sənin yaratdığın dizayn bir istifadəçinin inkişafına səbəb ola bilir. Bir istifadəçinin vərdişinə səbəb ola bilir. Bu çox böyük bir şeydir uşaqlar. Yəni məsələn belə bir nümunə verim də sizə də. Bax sizin gündəlik həyatda istifadə etdiyiniz tətbiqlərdən baxaq, saytlardan baxaq. Məsələn, TikTok deyə bir reallıq var. Çox böyük bir reallıqdır. Məsələn, orada bizim bir vərdişimizə ciddi şəkildə bir dizayn fikirləşən və bu dizayn bizim gündəlik vərdişimizə təsir edib. Yəni bu necə bir şeydir? Yəni barmağımızı yuxarıdan aşağı belə çəkməyimiz, yəni bu bizim vərdişimizə təsir edib və bu bizim həyatımız üçün yəni çox yeni bir şeydir. Yəni belə bir şey ola bilər. Yəni illər əvvəl fikirləşə bilərdimmi ki, məsələn kimsə desə ki, məsələn üçün bir dənə illər sonra görəcəksən tətbiqi bir barmaqla belə istifadə edəcəksən. Yəni bu mümkün deyilmiş kimi gəldi bizə, düzdürmü? Düzəldilən, təhvil verilən dizaynlar bizim həyatımızda müəyyən bir əslində yeniliklər qata bilir. Artıq bizim suallarımızın cavablarını göstərə bilir. Necə suallarımızın cavablarını? Məsələn, artıq sən tıxacda rahatlıqla musiqini çevirə bilirsən. Sən insan tıxacında, insanların olduğu bir tıxacda deyək ki, rahatlıqla musiqini çevirə bilirsənsə, rahatlıqla oyun oynaya bilirsənsə, tək əllə və yaxud da belə sıxışmış halda belə oynaya bilirsənsə, bu dizaynın sənə verdiyi, dizaynın və yaxud sənin ürətdiyin dizaynın verdiyi əslində yenilikçilikdir. Dostlar, dizayn qrup işidir. Tək aparıla bilən bir şey deyil. İncəsənət bəlkə tək aparıla bilən bir şey ola bilər. Deyək ki, məsələn, Salvador Dali sol tərəfdəki olan nümunəmiz, Van Gogh olsun və s. Bunlar arasındakı fərq budur ki, dizayn bir komanda işidir və heç bir şəkildə fərdi dizayn etmək çox çətindir. Çünki bunun bir neçə bir səbəbi var. Məsələn, bax belə bir nümunə verim. Baxın, Qız Qalasının memarıdır, düzdürmü? Qız Qalasının memarı Məsun İbn Davud. İndi mən desəm ki, dostlar, Qız Qalasının kim dizayn edib?
Deyəcəksiniz ki, okay, məhsun event out deyəcəksiniz. Deyəcəksizmi ki, burada məhsun event out'un idarə etməsində iştirak eləyən 2000-ə yaxın fəhlə, bu fəhlələrin adları, bu hamısını sayırsınız, 2000-ə yaxın hamısını sayırsınız. Belə deməyəcəksiniz, düzdürmü? Və yaxud Hacı Zeynəbdin Şirazi Şəkixan Sarayının memarıdır. Burada deyəcəksiniz fəhlənin adlarını deməyəcəksiniz. Və yaxud Zaha Hadid və burada işləyən nə qədər həddindən çox əməkdaşın bir adını çəkəcəksinizmi, çəkməyəcəksiniz, düzdürmü? Amma baxın bir dənə belə bir reallıq var. Google. Google kim dizayn edib? Dostlar, belə bir şey yoxdur. Google'un bir dizayneri yoxdur. Google'un dizaynerləri var. Yəni, burada bir nəfər bunu dizaynləməyib. Burada artıq bir qrup işidir. Burada Google bir dəqiqə axtarsaz belə, Google'un özündə belə Google'un dizayneri axtarsaz belə, ya Google'un dizaynerlərini tapacaqsınız. Yəni Google'un tək bir dizaynı tapa bilməyəcəksiniz. Çünki burada müəyyən bir ehtiyacımız olan şey müəyyən bir perspektivdir. Müəyyən bir fərziyyələrdir. Bizim fərziyyələrimiz, bizim sizin komanda olaraq işləyib yaratdığınız fərziyyələrdir. Məncə bunu bura qoysaq belə daha yaxşıdır. Okay, gəl mən bunu test edeyim, baxım, görüm. Sonra sizə bir reportunu gətirərəm, bunu haqqında müzakirə eləyərik. Sən də bunu fərzilə, sən də bunu düşün, sən də bunu araşdır. Baxaq görək nə edə bilərik və s. və s. və s. Yoxsa belə bir şey mümkün deyil. Belə deyil ki, Google search button-ı mən bura qoyuram. Yəni belə bir şey mümkün deyil dostlar. Yəni komanda halında mən bu hissəni dizayn edirəm, sən bu hissəni dizayn edirsən, sən bu hissəni dizayn edirsən və s. və s. və s. Okay, Facebook. Facebook'un dizayneri kimdir? Yoxdur elə bir şey. Facebook'un dizayneri də yoxdur, Spotify'ın dizayneri də yoxdur. Spotify'ın dizaynerləri var, Facebook'un dizaynerləri var. Yəni spesifik olaraq bir şəxs yoxdur. Bir şəxslər var. Onlar sol tərəfini dəyişdir. Messenger'ın dizaynerləri fərqlidir, Instagram'ın dizaynerləri fərqlidir, WhatsApp'ın dizaynerləri fərqlidir, Facebook'un sol tərəfdəki bu menü listəsinin dizaynerləri fərqlidir, headers'ın dizaynerləri fərqlidir, stories listəsinin dizaynerləri fərqlidir. Hər birinin özünün ortaq bir təbii ki, dizayn qaydaları var. Təbii ki, Facebook'un dizayn qaydası var. O dizayn qaydalarına əsaslanaraq artıq biz müəyyən bir dizayn qaydalara əsasən bir dizayn etməyə başlayırıq, amma bunun bir fərziyyə araşdırması ilə, araşdırmalarla və s. və s. və s. Tərtib eləyib bir dizayn halına gətirməyə çalışırıq və bunu yenə də komanda halına eləməyə çalışırıq. Dediyim kimi Spotify'dır və s. Okay, bəs user experience nədir? Ümumilikdə biz bunu bölsək, dostlar, user experience bir istifadəçinin bir məhsulu, xidməti və hər hansı bir sistemi istifadə edərkən yaranan təcrübəsidir. Mənfi və yaxud müsbət. Bir məhsulu istifadə edirsiniz. Deyək ki, məsələn üçün bir naşnik istifadə edirsiniz, bir mouse istifadə edirsiniz, bir stəkan istifadə edirsiniz, bir qələm istifadə, kompüter istifadə edirsiniz, nə bilim, maşın qapısı istifadə edirsiniz və yaxud hər hansı bir xidmətdən istifadə edirsiniz. Burada yaranan bir təcrübə, mənfi, müsbət, bu ağır idi, istifadə eləmək çətin idi. Bastanda elə bilirdim ki, məsələn üçün çox bərk basılır, ona görə daha incə vuranda da elə bir ki, adam basa bilmir və s. Klaviaturaya və yaxud nə bilim, qapının girişi çox pis idi, 2 dənə qapı qoyublar, amma qapı çox ağırdı, açmaq olmur. Baxın, burada bir xidmətdən söhbət gedir, digəri bir məhsul idi və s. Elə tutublar, qoyublar çaşqanı tutacağını ki, barmaqdan barmaq ağrıyır və yaxud istilik keçir ora, tutmaq olmur və s. Burada yaranan bir məhsuldan söhbət gedir. Burada mənfi, müsbət təcrübələr ki var, bu təcrübələrin tamamındakı olan o təcrübə istifadə təcrübəsi gedir. Yəni dediyim kimi, yaxşı və yaxud pis yaranan təcrübə buradakı istifadə təcrübəsi. Yaxşı təcrübəsi super, əla, deməli adamlar uğurlu iş görüblər. Pis təcrübədirsə, okay, bunu inkişaf etdirməyə inkişaf etdirilməyə açıq bir təcrübədir. Yəni biz bunun üzərinə düşməliyik və bunu üzərindən geri dönüşlər yığmalıyıq və gördük ki, okay, 280 nəfərdən 138 nəfərə belə deyir, bunun üzərində inkişaf etdirib və bunu düzəltməyə çalışmalıyıq. Bəs UI nədir? UI isə dostlar, bu istifadə təcrübəsini bir əslində
tərkib hissəsidir, kritik tərkib hissəsidir. Çünki istifadəçilər bir məhsulu necə qavradığını və onunla əlaqə saxlamasına birbaşa təsir edir. Necə təsir edir? Bax, bizim danışdığımız şeylər deyirik ki, buna klaviaturaya basanda okey, bərk basılır. Okey, bərk basılır. Mən bunun user experience aparmaq üçün arxa planda bunun araşdırmasını aparıram. Mən bunun müəyyən bir insanlarla müsahibə aparıram, danışıram, söhbət edirəm və yaxud müşahidə aparıram. Orada analiz edirəm insanların istifadə qaydalarını və s. və s. və s. Bunları ciddi bir şəkildə analiz edirəm və nəticə olaraq okey, elədim. Mən bunu çıxardım, bir kağıza çıxardım, baxdım, gördüm ki, əladır hər şey, super, okey, başa düşdük. Bəs indi nə etmək lazımdır? Bu kağızda var, bu analiz elədin, nəticəsində yazdın. Axı biz bunu həmçinin də istifadəçilərə vizual olaraq göstərməliyik. Mən bunu kağıza vermirəm ki, sənin problemini həll elədim. Yox. Mən artıq bunu vizual olaraq verməliyəm ki, mən bunu necə bir rəngimi dəyişdirsəm istifadəçiyə belə təsir edə bilərəm, yoxsa yönümü dəyişdirsəm, dizaynımı dəyişdirsəm və s. Okey, bax bildik, istifadəçinin problemi budur. İstifadəçiyə belə bir problem var. Belə bir problem var və bunun həll yolu olaraq istifadəçi belə şey təklif edir. Biz bunun həll yollarını necə göstərməliyik? Yəni, istifadəçi ilə üzbəyüz gətirilən hissə artıq işin UI hissəsidir. Fikirləşin ki, siz mobil cihaz istifadə edirsiniz. Mobil cihazınız hələ də 2002 indiki versiyadadır. Amma yəni eyni funksiyonluqlara falan sahibdirlər, bütün funksiyonluqlara sahibdir. Amma stilistik olaraq, dizayn olaraq 2003-2004-lərin dizaynıdır. İstifadə edilir, təbii ki, istifadə eləməliyik. Çünki bizim yenilikçi dizayna daha çox ehtiyacımız var, yenilikçi. UI tərəf işin vizual tərəfidir və görünən tərəfidir. User experience nisbətən görünməyən tərəfidir, amma UI tərəf istifadəçi ilə qarşılıqlı əlaqədə olan tərəfdir. Biz ona görə bunun ikisini də istifadə etməyə çalışmalıyıq ki, user experience bu işin əsas probleminin həllini tapaq, UI hissədə isə insanlara bunu nümayiş etdirə bilək, çatdıra bilək. Okey, ümumilikdə çərçivə bundan ibarətdir. Yəni, user experience designer işin tərtibatını eləyir, bunu analiz eləyir, nəticələndirir və təhlil eləyir və sonrasında artıq bu prosesi ötürür UI dizaynerə. UI dizayner isə tərtib olunan dizaynı ötürür proqramlaşdırma komandasına, proqramlaşdırma komandası yekunlaşdıqdan sonra istifadəçi ötürülür. Okey, istifadəçi bundan məmnun deyilsə nə olur? Dostlar, o zaman istifadəçi bundan məmnun deyilsə, bu təbii ki, başa qayıdır və bu bir geri dönüşdür. Yəni, bu bitmir, yəni bu bir loop şəklində davam edir və heç vaxta bitmir. Yəni, istifadəçilər ümumiyyətlə məmnun olan bir istifadəçi %100 tamtamına heç vaxt olmur. Necə %100 tamtamına? Yəni, məsələn, bir layihənin 250 min dənə istifadəçisi varsa, 250 minə 250 min də çox məmnun olmur onsuz da. Yəni, onun 15.764 ədədi istifadəçi məmnun deyilsə, biz onu da məmnun etməyə çalışmalıyıq. Bizim o istifadəçiyə ehtiyacımız var, düzdürmü? Biz artıq onlar üçün nəsə etməyə çalışmalıyıq. Okey, başa düşdüm, digər istifadəçi qazandıq, əla, amma bizim üçün yetərli deyil. Daha çox istifadəçiyə ehtiyacımız var və biz onlarla qazanmağa çalışmalıyıq. Əgər uğursuz bir nəticə vermişiksə, okey, təzədən bir də bunu davam etdirməliyik. Yenə uğursuzsa yenə davam etdirməliyik. Uğurlu bir istifadə təcrübəsi müəyyən bir əslində bir meyarlardan ibarətdir və bu meyarlara əslində sadiq qalandan sonra əslində bunu başa düşməmək çox çətin bir şey deyil. Bildiyimiz, həyatdan gördüyümüz şeylərdir. Nələrdir bunlar? Biz hər şeydən əvvəl user experience və user interface hissəsində çox yaxşı müşahidə qabiliyyətimiz olmalıdır. Bu müşahidələr istifadəçi ilə bir məhsul arasındakı olan prosesi müşahidə eləmək, onu görməyə çalışmaq. Məsələn, deyək ki, hər hansı bir ictimai nəqliyyata minmisiniz, insanların kart istifadəsi, insanların tutacaq istifadəsi, oturacaq istifadəsi, lab,
oturacağı axtarma istifadəsi, qapıdan çıxma istifadəsi, insanlar hər hansı yemək üçün restorana gedərkən o restorandakı olan menyu ilə qarşılıqlı əlaqəsi, bu prosesi təsvir eləmək və s. Bax, bunu müşahidə eləmək lazımdır. Məsələn, keçən dəfə mənim telefonum sönüb, təsadüfən ki də restorana çatan kimi telefon söndü. Gəldim, oturdum, dedim ki, məsələn, mənim telefonum sönüb, QR kodu oxuda bilmirəm, menyuya baxa bilmək üçün. Dedim ki, neyniyək? Dedilər ki, siz telefonu aşağıda qoymusunuz ərkəyə. Dedim, okey, o vaxta kimi bəs kağız menyu falan varsa oradan sifariş verim. Dedilər ki, o yoxdur. Baxın, bunu bax, müşahidə eləmək lazımdır. Görmək lazımdır ki, bax, bu bir problemdir. Müştəri gözləmək istəmir, amma ortada bir problem var ki, telefon sönüb. Okey, amma burada bir B planı 100% olmalıydı. Bu düşünülməliydi. Okey, bunu mən qıraqdan bir müşahidə edirəm və görürəm ki, burada belə bir usability problemi var. Bunu istifadəçi təcrübəsində belə bir boşluq var. Və strategiya, yəni doğru bir istifadəçi təcrübəsində çox yaxşı bir strategiya olmalıdır. Bu strategiya artıq bizim öyrənəcəyimiz araşdırma texnikalarından ibarətdir ki, biz hər bir məqsəddə, araşdırma məqsədlərində eyni bir araşdırma texnikaları olmur. Bunlar dəyişkənlik göstərə bilir. Yəni, bizim öyrəndiyimiz şeylərin sonunda artıq biz bunu öyrəndiyimiz sıralama ilə getməyə bilirik. Çünki bəzən bunların yerləri dəyişə bilir. Bəzən elə vaxt olur ki, bizim araşdırma hissələrimizdə bir sorğuya ehtiyacı olmasın. Bizim strategiyamıza hazır sorğuya ehtiyacı yoxdur. Müsahibə daha çox ehtiyacı var, rəqabət analizə daha çox ehtiyacı var və s. Və biz bunu çox yaxşı başa çalışmalıyıq. Və həmçinin ardıcıllıq çox yaxşı olmalıdır. İnsanları yönləndirmək, istifadəçiləri yönləndirmək, istifadəçiləri sıxmadan, istifadəçiləri səhv yönləndirmədən və uçurmadan ardıcıllığı qorumaq lazımdır. Yəni, bayaq dediyimiz kimi, insanları A nöqtəsindən B nöqtəsinə gətirmək üçün uçurmaq çox mükəmməl bir həll yoldur. Amma biz buna həmləyə gəlsək, qapı gəlsək, desək ki, salam, uçmaq istəyirsiniz. Təbii ki, adamlar deyəcək ki, qardaş, siz nə danışırsınız? Yəni, mənə lazım deyil bir şey. Mən evi yox, probkamda gözləyərəm, maşınla gedərəm və ya taksidən gedərəm, tıxacıda gedərəm və s. Amma ki, mən camdan bezməmişəm bu dəqiqə uçum. Düzdürmü? Yəni, ona görə biz bunu insanlara, istifadəçilərə yavaş-yavaş ardıcıllıqla insanlara bir şeylər öyrəşdirməyə çalışmalıyıq və həmçinin də ən önəmli hisslərdən birisi istifadəçilərin emosiyalarına çox yaxşı başa düşməyə çalışmalıyıq. İstifadəçilərin emosiyaları çox sürətli dəyişkənlik göstərə bilir və onların emosiyalarına uyğun məhsullar hazırlamağa çalışmalıyıq və onları anlamağa çalışmalıyıq, empatiya etməyə çalışmalıyıq, onların yerinə özümüzü qoymağa çalışmalıyıq. İerarxiya nədir? İerarxiya isə vizual olaraq insanları yönləndirə bilmək üçündür. Biz istəyirik ki, insanlar birinci bura baxsın, sonra bura baxsınlar, sonra bura baxsın. Amma doğru istiqamətləndirmək. Arxitekturada həmçinin bu iyerarxiyanın bir parçasıdır ki, bir layihənin arxitekturası həmişə düzgün, mükəmməl şəkildə qorunmalıdır ki, bu illərlə arxitektura çünki qoruna bilib qalmalıdır. Məsələn, bu bir emosiya üzərindən qurulmuş bir nümunələrdən birisidir. Biz dil öyrənmək istəyirik, bir dil öyrənmək istəyirik və deyirik ki, bizim bir dil öyrənmə bir boşluğumuz var. Okey, onun üçün nə etməliyik? Kursa getməliyik. Onun üçün nə etməliyik? Kitab oxumalıyıq. Əla. Kitablar necədir? Kitablar sıxıcıdır. İngilis dili kitablar daha sıxıcıdır. Və yaxud nə bilim, dil öyrənmə kitabları daha çox sıxıcıdır və s. Okey. İndi Duolingo nə edir? Sənin bu ehtiyaclarını və bu emosiyalarını başa düşür və sənə belə bir şey təklif edir. Deyir ki, vizual olaraq sənə sıxıcı bir şey vermirəm və davamlı olaraq sənə həyəcan verici bir vəziyyət yaradıram və bu prosesi sənin üçün oyunlaşdırıram. Və sən bunu, bu dil proqramını, yəni hədəfində tutduğun o dili, İngilis dilini və yaxud nə biləm, fransız dilini, ispan dilini və s. bu oyunlaşdırmanı istifadə ilə öyrənəcəksən.
Yani oynaya hiçbir sıkıntı olmadan, yani hiçbir içinde bir sıkıcılık olmadan rahatlıkla bunu öğrenebileceksin. Duolingo məsələn üçün sənə bunu təmin edir və bu gamification nümunəsinin üzərindən gedə bilər və istifadəçilərin emosiyasına belə bir təsir gətirə bilər. UI aspekti bir istifadəçinin təcrübəsinin formalaşmasında ən ciddi, mühüm rol oynayan hisslərdən birisidir. Lakin user experience prosesi istifadəçinin ehtiyaclarını hədəfləyir və onlarla necə qarşılıqlı əlaqədə olduğunu sənə bir report halında, hesabat halında verir və sən artıq o təcrübənin görünür baxımından, vizual baxımından necə tərtib olduğunu UI-da qərar verirsən. Yəni, bunlar bir-biri ilə çalışır. Yəni, biri olmadan heç vaxt digəri işləyə bilməz. Yəni, user experience tək başına user experience design olaraq heç bir insanların görmədiyi bir şey olmayandan sonra onun heç bir mənası yoxdur. Sənin problemini həll eləmişəm, amma Word-dədir. Word-dədir, oxuyarsan biraz için rahat olar. Elə bir şey ola bilər dostlar, elə bir şey mümkün deyil. Yəni və yaxud gedim UI dizayn hazırlayım, heç bir UX olmadan UI dizayn hazırlayım. O birisiz nə olacaq? O bir sənət əsəri olacaq. Onu götürüb divardan asacaq. Okay, yəni çünki o heç bir istifadəçinin problemini həll eləməyəcək. İstifadəçinin problemini həll eləyən bir sənəti öyrənib, o sənəti öyrəndikdən sonra onu tətbiq edə biləcək bir UI-yə və onu istifadəçiyə ötürmək lazımdır. Bunlar bayaqlar dediyim kimi bir-birini tamamlayan bir proseslərdir və user experience istifadəçilərin gözləntisini və ehtiyaclarını formalaşdırır, onları anlayır, onlara bir həllər verir. UI isə bu həlləri necə vizual olaraq daha cəlb edici, daha necə səlis verə bilərəm, daha inkişaf yönümlü interfeyslə verə bilərəm, necə daha doğru toxuna bilərəm, bu həll yollarını qarşıya çatdıra bilərəm, bunları sizə ötürür. Son olaraq dərsimizi yekununda Don Norman'ın bir hissəsi var. Deyir ki, yaxşı dizaynın fərqinə varmaq əslində pis sənə daha çətindir. Çünki yaxşı dizaynlar bizim ehtiyaclarımıza o qədər uyğun gəlir ki, həmin dizayn görünməz olur. Doğrudan da elədir. Yəni, yaxşı dizaynın müzakirəsi olmur. Daha çox pis dizaynın müzakirəsi olur. Yaxşı dizaynlar çünki hər zaman çox çətindir. Onu görmək, yəni onu hiss eləmək müzakirə olunmadığına görə hər zaman gizlin olaraq qalır. Belə dostlar, bugünkü dərsimiz bura qədərdir. Elə Don Norman demişkən, NN Group şirkətinin sahibidir, özü də həmçinin user experience termininin sahibidir və user experience mədəniyyətinə çox yön vermiş şəxslərdən birisidir. Onun haqqında da resurslar həmçinin sistemə əlavə olunacaq, mütləq ona da nəzər yetirərsiniz. Həm sonda dediyimiz kimi biz çalışacağıq ki, yaxşı dizayn tərtib eləyək və həmçinin çalışacaq ki, o görünməz dizaynları ortaya çıxaraq, yəni görünməz dizaynı ortaya tərtib eləməyə çalışaq və insanların ehtiyaclarını örtək və o ehtiyaclarla görə artıq dizayn eləməyə çalışaq. Hər hansı bir ehtiyaclar üçün olmayan bir dizaynı eləyib ehtiyaclar üçün olmayan bir dizayn, üzr istəyirəm, bir dizayn tərtib eləməyə bizim vaxtımız getməməlidir. Bizim yaratdığımız dizaynlar hər hansı bir istifadəçi qrupunun, müəyyən bir istifadəçi qrupunun 100% gözləntilərini qarşılamalıdır. Bu qədər dostlar. Dərsə olan diqqətiniz üçün çox təşəkkür edirəm. Bir sonraki dərsimizdə görüşənədək sağ olun.